Yaranışın sirləri İmam Cəfər Sadiq əleyhissalamdan Kəlamlar 9-cu bab Qidanın həzm olması, qanın yaranması və onun bədəndəki dövranı. Ey müfəzzəl, bədənin qidalanması və onda gizlənən hikmətlər haqda yaxşı fikirləş. Qida əvvəl mədəyə daxil olur. Mədə onu həzm edir. O vaxt onun şirəsi qidanın çox xırda və nazik bir məcrasının yolu ilə qaraciyərə yetişir. Bu xırda məcra qəliz bir şeyin ona yol tapmaması üçündür. Ciyər onu qəbul edir və onu qana çevirir və damarların yolu ilə onu bütün bədənə yetirir. Necə ki, yerdə olan çaylar suyu dünyanın hər tərəfinə yetirir. Bədəndə olan artıq və bulaşıq maddələr özünə məxsus qablarında qərar tutur. Kör bağırsağa aid olanlar kör bağırsağa tərəf, rütubətə aid olanlar sidik kisəsinə tərəf gedir. Bədənin quruluşunda olan ilahi hikmətə nəzər et. Gör bədənin hər üzvü öz yerində necə qərar tutmuşdur. Allah Taala bədəndəki qabları elə qoymuşdur ki, artıq və bulaşıq maddələri özünə şəm etsin. Əgər bu maddələr bədənə yayılsa, bədəni xəstə və zəif edər. Nə uca məqamdır o kəs ki, təqdiri gözəl edib və tədbiri möhkəm etdi. Ona layiqincə şükür olsun.